Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Vəllezîne ittexezû məscidən. Onlar ki, ittixaz elədilər, seçdilər, bu qərara gəldilər, nəticələr məscid. Məscid nədir? Məscid sözlü mənasıdır, məhəlli səcdə, səcdə olunan yer, ibadət ocağı, Allah evi adlanan bir məkan. Dedi, ey Peyğəmbər, o qrup var, o Bəni Salim tayfası ki, məscid tikdilər. Zirar. Dedi, o zirardır. Zirar nədir? Zərər vericidir, virusdur. Allah dedi, o məscid zirardır, zərər vericidir və küfrən. Küfrü yayandır o məscid. Həm zirardır, 2, küfrü yayandır və təfriqən, 3, təfriqə salandır, parçalayandır, İslamı dağıdandır, yerdən yeksan eləyəndir. Məscidi Allah tərif edir. Təfriqən beynəl müminin, müminlərin arasını vuran, parçalayan, dağıdan, yerdən yeksan eləyəndir o məscid. Müminləri paramparça eləyəndir. Çöllərə caleyvətən eləyəndir o məscid. Və irsadən limən haraballah və rəsuluh, iqamətgahdır, qərargahdır, yığıncaq yeridir, həmən məscidi deyir. Kimlər üçün? Haraballah, Allahdan müharibə eləyənlərin yığıncaq yeridir ora. Onlar ki, Allahın qanunlarını 100 dərəcə çevirib cəmaata başqa cür bəyan eləyənlərin yığıncaq yeridir ora. Haraballah, Allahdan müharibə eləyənlərin yığıncaq yeridir və Rəsulu, Peyğəmbərdən müharibə eləyənlərin yığıncaq yeridir o yer. Kim deyir bunu? Allah deyir. Harada deyir? Tövbə 107. Gedin, asın, baxın. Quran var, tərcüməsi də var. Allah və onun Peyğəmbərindən düşmənçilik eləyənlərin yığıncaq yeridir o yer. Allah belə adlandırır. Hələ bura qədər şükür, arxasına qulaq asın. Arxası çox maraqlıdır ayə. Peyğəmbərə dedi, dayan, diqqət eləyin. Diqqət eləyin, bunu tozih verəcəm, bu nə deyir? Əvvəl Peyğəmbərə gəldi, dedi, dayan. Dedi, məscid, zərər verən, təfriqə salan, küfür yaradan, Allah və Peyğəmbərin düşmanlarını yıxılacaq yer. Bura qədər dedi, indi arxasını qulağız. Arxasını. Haraballah və rəsuləhu min qəbil və lə yəhlifunnə in əradnə illəl husnə. Dedi ki, ey Rasulullah, onlar and içdilər. Allahın Peyğəmbəri, ey mənim Peyğəmbərim, onlar and içdilər ki, biz bu məscidi tikəndə xoş niyyətdən başqa bir niyyətimiz yoxdur. Allah özünə and içir. Bir and ola zatıma. Yəşhədu, mən sizə şahidəm. İnnəhum ləkazibun, onlar yalancılardılar. Dedi, and içirəm ya Rasulum öz zatıma. Onlar ki, yalandan and içmişdilər ki, bizim niyyətimiz fəqət məsciddir, ibadət yeridir, namazxanadır, oruçxanadır, cəmaatın cəlgət yeridir, xeyrxah bir ocaqdır. Vallah, Allah deyir, and içir. And olsun adıma. Qəlblərdən şahid mənəm. Allahın bir adı nədir? Əş-şahidu huvəl hakim. Qiyamətin günündə
şahid lazım deyil bizə. Günahlarımızı gələ üzümüzə durar, sən mənim yanımda filan günah eləmişdin. Yox, şahid elə qazi özüdür. Qazi Allahdır. Qəzalət edirsən, cənnətə gedirsən, cəhənnəmə. Allah and içir. Yəşhədu, mən özüm şahidəm, şəhadət verirəm. İnnəhum ləkazibun, kizb, yalancılar. Bunlar yalancılardır. Bunlar yalancılardır. Yalandan deyirlər bu Allah evidir. Bunu kim deyir? Qala Allah təbarək və təala fi kitabihi Es-Suratu Tövbə ayə 107. Cəmiyyət bəli. Cəmiyyət heç nə bilmir. Cəmiyyətin heç nədən başı çıxmır. Həzrət Əlinin bir gözəl sözü var, deyir, Kəlimətu haqq yuradu bihəl batil. Kəlmə haqdır, amma sənin iradən ondan batildir. Zahirdə haqdır.